Əyyubilər dövlətinin qurucusu və ilk hökmdarı olan Yusif ibn Əyyub 1137-ci ildə indiki İraqda, Tikrit şəhərində doğulub. Onun atası Nəcməddin Əyyub və əmisi Şirkuh, Səlcuqlu əmiri İmadəddin Zənginin ordusunun sərkərdələri idi. Uşaqlıqdan Dəməşqdə böyüyən və hərbi sirlərlə yanaşı elmə də yiyələnən Yusif bir neçə dil bilirdi. – 26 yaşında əmisi Şirkuh onu öz yanında hərbi xidmətə götürür. 1169-cu ildə əmisinin ölümündən sonra Misirdə onun yerinə Nurəddin Zənginin ordusuna başçılıq edir. Həmin il Misirli hərbçi və əmirlərdən ibarət bir qrup Səlahəddinə qarşı sui-qəsd təşkil edir, lakin işin üstü açılır. Növbəti gün 50 min Sudanlı ona qarşı qiyam qaldırsa da üsyanı yatırılır. Yusif həmçinin o dövrdə Misiri idarə edən Fatimilər xilafətinin vəziri təyin olunur. (1171-ci ildə sonuncu Fatimi xəlifəsinin vəfatından sonra Misirin valisi olur. Nurəddin Zənginin adından Misiri idarə edən Səlahəddin Misiri yaxın şərqdə güclü bölgəyə çevirir. Üç il sonra Nurəddin vəfat edir və Səlahəddin onun idarə etdiyi torpaqlar üzərində nəzarəti ələ keçirmək üçün hərbi əməliyyatlara başlayır. Beləcə, 1174-cü ildə Misirdə 75 il davam edəcək Əyyubilər sülaləsinin hakimiyyətinin əsasını qoyur. Sultan olduqdan sonra Suriyaya qayıdır. Dəməşqi, Hələbi və Musulu digər müsəlman hökmdarlardan alaraq nəzarətinə keçirir, Xaşxaşilərə qarşı hərbi yürüyüş edir. (1176-cı ildə Hələbin mühasirəsi zamanı bir qrup Xaşxaşi Səlahəddinə qarşı 2 dəfə sui-qəsdə cəhd etsə də uğursuz olur. Onun ordusu Yəməni fəth etməklə Qırmızı dənizə nəzarəti ələ keçirir. Nurəddinin dul xanımı, eləcə də Suriya hökmdarının qızı olan İsmət Xatunla evlənən Səlahəddin hakimiyyətini daha da gücləndirir. Sultanın məqsədi Suriya torpaqlarını, İraqın şimalını, Fələstini və Misiri öz hakimiyyəti altında birləşdirmək idi. 1186-cı ilə qədər bu istəyinə nail olur. Bu müsəlman torpaqlarını öz hakimiyyəti altında birləşdirir. Ömrünün 20 ilini Xaçlılarla, yəni Səlibçilərlə savaşda keçirən Sultan 1187-ci ildə sayca özündən çox olan Xaçlılarla Xəttin yaxınlığında üz-üzə gəlir. İyulun 4-də Səlibçilər Səlahəddinin ordusu tərəfindən darmadağın edilir. Beləcə, həmin ilin oktyabrında Qüds 88 il sonra yenidən müsəlmanların nəzarətinə keçir. Xaçlılar 88 il əvvəl Qüdsü işğal edəndə 70 min müsəlmanı qətlə yetirsə də Səlahəddin şəhərin xristian əhalisinə toxunmur. Qüdsdəki müqəddəs məqbərə kilsəsi sultanın qoruması altına alınır. Əsirlər arasında Qüds kralı Luzinyalı Qay və Renaud de Chatillon da var idi. Səlahəddin Səlibçilərin işğal etdiyi digər 52 şəhəri də azad edir.
Roma papası 8-ci Qriqori Qüdsü müsəlmanlardan geri almaq üçün xaç yürüyüşü elan edir. 1189-cu ildə baş tutan yürüşə Friedrich Barbarossa, 2-ci Filip və şir ürəkli Richard başçılıq edirdi. 1192-ci ildə Səlahəddin və Richard arasında razılaşma 3-cü səlib yürüyüşünə son qoyur və Qüds Səlahəddinin nəzarətində qalır. Sultanın 18 oğlu və bir qızı olub. Poeziya və bağçalara olan sevgisi ilə tanınan Səlahəddin Əyyubi səxavətli hökmdar kimi də ad çıxarmışdı. Onun hakimiyyəti illərində Qurani Kərimin ondan çox təfsiri qələmə alınır. Hicaz bölgəsinə verdiyi diqqətə görə həm Qərb, həm də Şərq tarixçiləri tərəfindən Məkkə və Mədinənin xidmətçisi adlandırılan ilk hökmdardır. Yaşı çox olmasa da hərbi yürüyüşlərdə keçən həyatı onu üzmüşdü. Səlahəddin Əyyubi 1193-cü ilin martında 56 yaşında Dəməşqdə vəfat edir. Ölümündən əvvəl sərvətinin böyük hissəsini insanlara paylamışdı. Vəfat etdiyi gün isə cibindən çıxan bir qızıl və bir neçə gümüş pul dəfn xərclərini belə ödəmirdi. Dəməşqdə Əməvi məscidində dəfn edilir. Misir, İraq, Hicaz, Suriya, Yəmən, Fələstin və Liviyanın hökmdarı Səlahəddinin bir araya gətirdiyi müsəlmanlardan ibarət koalisiya parçalanır. Lakin onun varisləri 1250-ci ilə qədər Suriya və Misri idarə edirlər.